Salam, hər vaxtınız xeyir. Bugün sizə yumşaq, pambıq kimi bulka hazırlamağın ən asan reseptini göstərəcəm. Bu reseptlə hazırlanan bulkalar uzun müddət təravətini qoruyur və həm səhər yeməyi, həm də çay süfrəsi üçün mükəmməldir. İlk olaraq qarışdırma qabına un, şəkər tozu, maya, vanil əlavə edib mikserlə qarışdırıram. Daha sonra su, yumurta, süd əlavə edib xəmiri qoyuram yoğrulmağa. Sonra toparlanmağı üçün üzərinə əridilmiş kərə yağı əlavə edib yoğurub qoyuram mayalanmağa. Yarım saatdan sonra yenidən yoğurub qoyuram mayalanmağa. Mayalanan müddəti içliklərini hazırlayıram. 100 qram ərik ceminin üzərinə 1 çay qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırıram. Qarğıdalı nişastası əlavə edirəm ki, bulkuların içərisində bişən zaman axıb tökülməsin. Üzəri üçün 1 yumurta və 1 yumurtanın sarısını qarışdırıb süzürəm. Daha sonra üzərinə 2 çay qaşığı duru yağ əlavə edib qarışdırıram. Mayalanan xəmirin navasını alıb hissələrə bölürəm. Eyni xəmirdən 3 növ şirniyyat hazırladım. İlk bulkaları 70 qramlıq kündələrə bölürəm. Kündələri əlimlə yayıram, yarı hissəsinə kəsiklər atıb, 1 çay qaşığı cem əlavə edib bükürəm və yaxşı bağlayıram ki, bişən zaman cem axıb içindən çölə tökülməsin. Digər yarısının içiliyində qatılaşdırılmış süddən istifadə edirəm. Siz istədiyiniz içlikdə hazırlaya bilərsiniz. Sonra isə üzərlərini örtüb qoyuram, 20 dəqiqə daha mayalansın. Mayalandıqdan sonra üzəri üçün hazırladığı qarışından çəkib, qoyuram əvvəlcədən isidilmiş 190 dərəcəli sobada bişməyə. Keçirəm ikinci bulkalara. Ürək bulkaları 50 qramlıq kündələrə bölürəm. Əlimlə yayıram. Üzərinə duru yağ çəkib, qozlu içlikdən üzərinə səpib, rulet formasında bükürəm. Kənarlarını bərkidib ortadan 2 yerə qatlayıram. Azca əlimlə üzərinə basıb ortadan kəsirəm və gördüyünüz kimi ürək forması alınır.
Soba listinə əlavə edib 15 dəqiqə qoyuram mayalanmağa. Mayalanandan sonra üzərinə hazırladığım qarışımdan çəkib qoyuram bişməyə. Üçüncü və sonuncu bulka üçün xəmiri yayıram. Qozlu içilk, qatılaşdırılmış süd və cəmdən istifadə etdim. İçliyi əlavə edirəm. Kənarlarını içəri qatlayıb rulet formasında bükürəm. 20 dəqiqə mayalandırdıqdan sonra üzərinə hazırladığım qarışımdan çəkib qoyuram bişməyə. Nəticədə içi pambıq kimi yumşaq, üstü nar kimi qızarmış, möhtəşəm bulkalar əldə edəcəksiniz. Resepti bəyəndinizsə, videonu bəyənməyi, şərh yazmağı və yeni reseptlər üçün kanala abunə olmağı unutmayın.